Əlamətsiz çəplik və ya əlamətsiz çəpgözlük maraqlı videodur. Çəpgözlükdən danışırıq, amma çəpgözlüyün əlaməti yoxdur. Əksər hallarda biz müayinə vaxtı aşkar edirik. Bunlar nə tər olur? Birincisi, xəstələr gəlir, biz dediyimiz kimi müayinə sırasında həm binokulyar görmə testi edirik, həm də stereo görmə testi edirik. Həm binokulyar görmə testində neqativ olarsa və ya stereo testdə neqativ olarsa, yəni iki göz eyni anda beyinə informasiya göndərmirsə, buna biz gizli çəplik deyirik, yəni əlamətsiz çəplik. Sizə gəlir, deyirik ki, sizin gizli çəpliyiniz var, çəp gözlük var. Yox, doktor, məndə hər şey qaydasında. Bəli, müayinədə çəplik aşkar olunmur, kənardan heç kimsə onu hiss etmir. Amma beyin iki gözü eyni vaxtda işlətmir. Çox təhlükəli bir durumda. Hər an göz çəpləşə bilər, hər an. Çünki onlarda da biri dominant olur, biri non-dominant olur. Beyin əsas yaxşı görən gözü işlədir, pis görən göz neytral qalıb. Stresli bir moment olsa, xəstələndə qrip oldu, qızdırması qalxdı, səhər yuxudan qalxan kimi göz hər hansı bir tərəfə çəpləşdi. Qan təzyiqi qalxdı, göz çəpləşdi. Və ya bəzən doktor əməliyyat oldum, narkoz verdilər, narkozdan qalxandan sonra çəpləşdi. Yəni çəpləşmək üçün bir səbəb lazım idi və çəpləşir. Belə gözlərdə mütləq biz pasientlərə xəbərdarlıq eləyirik. Mümkün qədər beyinlərini dinc saxlamalıdırlar. Çünki beyin yorulduğu vaxt artıq kontroldan çıxır və ani çəplik barizləşir. Ani çəpliklə qarşılaşırlar. İkinci hallarda nə olur? Əksər hallarda bunu biz mioplar üçün görürük. Xəstə gəlir, biz müayinədə eynəksiz foriyalar hiss edirik. Yəni göz kənara doğru qaçmağa başlayır. Amma eynək gözündəykən heç bir problem yoxdur və xəstələr də onu bilmirlər. Bu yaxşı görmədiklərinə görə onlar demək olar ki, eynəksiz gəzmirlər. Eynəksiz gəzmədiklərinə görə çəplik də özü və ətrafdakı tərəflərdə müşahidə olunmur. Biz ancaq müayinə vaxtı onu aşkar edə bilirik açma-qapama testi ilə və deyirik, sizdə əslində çəplik var. Bunu niyə deyirik? Yenə də iki xəttə bölürük. Birinci məqsəd, göz niyə çəpləşər? Yaxşı görməz, yorular, ona görə çəpləşər. Bunu deməkdəki məqsəd, bəzi xüsusilə də yeniyetmə dövründə gənclər, doktor, mən eynək taxmaq istəmirəm, kompleksə girirəm. Kompleksə girib eynək taxmayacaqsan, amma Allah qorusun, daha ciddi bir problemlə qarşılaşacaqsan. Yəni, çəplik artacaq. İkincisi, valideynlərə baxan tərəfi ilə eynəyi yazdıq, 6 ay sonra kontrola gəlin dedik. 6 ay sonra kontrola gəlməyin məqsədi nə idi? Bədən böyüdükcə nömrə dəyişə bilər. Nömrə dəyişsə, eynək vaxtında dəyişdirilməlidir ki, göz gücə düşməsin, yorulmasın. Valideynlərə deyirsən 6 ay sonra kontrol, valideyn gedir 2 ildən sonra kontrola gəlir. 2 il bundan əvvəl uşağın göz nömrəsi -2,5 idi. O vaxt -2,5 ilə uşaq 100% görürdü. 100% görmək o deməkdir ki, göz əzələləri yorulmur. Uşaq 2 ildən sonra gəldi, 2,5 olan gözümüz artıq 4,5-dır. Təsəvvür eləyin. Uşaq hələ də 2,5 eynək taxır, 2,5 eynəklə 30% görür. 30% görən göz əlbəttə kifayət qədər gücə düşür və xəstələr niyə gəlirlər? Bəlkə də çəplik olmasa yenə gəlir. Doktor, axır vaxtda uşağın gözü çəpləşir. Niyə? Ona görə ki, eynəyi vaxtında dəyişmək lazım idi, eynəyi vaxtında dəyişmədik. Eynək dəyişilmədiyinə görə göz gücə düşdü, əzələlər yoruldu, beyin kontrol eləməkdə əziyyət çəkdi və artıq o çəplik barizləşməyə başladı. Yəni, bu iki nöqteyi nəzərdən xəstələri məlumatlandırırıq. Onlar normal lazım olan nömrələrini taxdığı vaxt elə problemlər olmur. Yəni, çəplik ortadan qalxır və gələcəkdə 19 yaş keçəndən sonra da eynəkdən azad olma əməliyyatı olan kimi o çəplik avtomatik ortadan qalxır, itir. Çox nadir halda anormal yorğunluq, əməliyyat oldu, görməsi 100%-dir, hər şey qaydasındadır. Amma beyində elə bir nöqtəmiz varsa, arada binokulyar görmə pozuntusu, yəni konvergensiya mərkəzi kifayət qədər fəaliyyət göstərmir və kontrol etməkdə əziyyət çəkir. Anormal beyin yorğunluğu olduğu zaman o çəplik nə vaxtsa da təkrar yenə də özünü göstərə bilər. Əsas xəttləri ilə əlamətsiz çəplik haqqında bu qədər.